Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Rəqsanə İsmailova gecə qaynanasına xəngəl bişirib, həmin anları isə sosial şəbəkə hesabında paylaşıb. Biz də sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza dəstək olmağı və xoş fikirlərinizi yazmağı unutmayın. Gecenin bir aleminde beynime vurdu ki ürəyim nə istəyir, xəngəl istəyir. Dedim yox Daha idi suda. Petrol koçun ya. Gecenin bir aleminde ürəyim xəngəl istədi. Bunu ki biz bacarırıq, niyə də yeməyim? Düzdür, bu aralar çoxlu kilo almışam. Kilolarımdan da rahatam əslində. Ama az da yaşım yoktu da. Adam çekelim yaşlaşıyor. Adam yaşlaşanda böyle olur. Gördüm xəngəl. Pomidor koymuşam oraya. Suyu koymuşam qaynamağa. Kartofdan tökmüşəm. Baba, sen de koymadın işimi göre. Oxu nə çölə. Firuzkundur. Ətiqən oğlu. Əskər qonşu. Ondan sonra sıra anama deyim, cücə ayrı, neçə qaza yedilər. Ondan hamısının üstünə qoyur, pomidorun oraya buraya qaşıqla tökürmü? Elə gözəl şey verir ki, həvə. Bir de 10 dakika işlemiş. Xəngəl döylə. Xəngəl səhərə qədər. Gece saat 1'e işte. Biraz diridir, ötsə yaxşıdır. Anam iş olsun. Stressiz de olla. Həmişə xırıncıyı. Az öldü ya! Öldü. Aa, sen kimdir? Aa, sen kimdir? Aa, şarkı Məcbur olma, birinci sən başladın. Bizim sən qozdun, sən başladın. Öldü ya Lale. Ay kızım, sen kimdir? O da bir yaklaş qalmışam, məvəzini çıxacaq. Allah farklıyım ama ben gecem baktığımda. Ben yemeyecektim. Sen de yemeyecektin, ne oldu? Ay sıyıram. Tərsən yiyir. Hala ben Bu dəqiqə bunların hamısını qabarma sarılmışın dərsini.